Birinci, ikinci, üçüncü və dördüncü ixtisas qrupları üzrə qəbul imtahanının ikinci mərhələsinin ikinci cəhdinə iştirak etmək üçün qeydiyyat 2025-ci il mayın 26-dan iyunun 8-nə aparılacaq. Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. İmtahanın ikinci cəhdində iştirak etmək istəyənlər şəxsi kabinetin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə daxil olaraq yenidən imtahan vermək istədikləri ixtisas qrupunu seçərək qeydiyyatdan keçirlər və müvafiq qaydada ödəniş edirlər. Aşağı kateqoriyadan olan Azərbaycan vətəndaşlarının imtahanda iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları, şəhid ailəsinin üzvləri, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, məcburi köçkün statusu olan şəxslər, 1 və 2-ci dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşına dək uşaqlar, bu abituriyentlər haqqında məlumat Dövlət İmtahan Mərkəzi tərəfindən müvafiq icra orqanlarının informasiya sistemlərindən elektron üsullarla əldə olunur. İmtahanda yalnız göstərilən tarixlərdə qeydiyyatdan keçmiş abituriyentlər iştirak edə bilərlər. Abituriyentlərə ikinci imtahana qeydiyyat zamanı birincidəkindən fərqli ixtisas qrupunu seçməyə icazə verilir. 4 may tarixində keçirilən Azərbaycan dili imtahanından qeyri-məqbul olan abituriyentlərə də yay qəbul imtahanına qeydiyyatdan keçməyə icazə verilir. Lakin həmin abituriyentlər 29 iyunda keçiriləcək ikinci Azərbaycan dili imtahanından qeyri-məqbul aldıqları təqdirdə müsabiqəyə buraxılmayacaqlar.